Давайте начнем с вами эту тему. Сегодня мы говорим про детей, про повседнevное общение с детьми, gündəlik, uşaqlarla gündəlik danışıq haqqında. Get, gəl, əl üzün yu, dişlərini təmizlə və s. oyan, misal üçün bu kimi ifadələr haqqında bugün danışacağıq sizinlə. İlk növbədə mən soruşmaq istəyirəm ki, kimə hansı ifadələr lazım olur uşaqlarla bağlı. Yazın bura zəhmət olmasa. Bu arada bunu TikTok'da da paylaşacağım. Sonra bu oradan bizi izləyənlər də həmçinin yazsın şərhlərdə ki, sizə hansı ifadələr lazım olur. Maraqlı, hər kəsə maraqlı olan ifadələri mütləq şəkildə paylaşıb tərcümə edəcəm, izah edəcəm. Orada əgər hər hansı bir populyar səhvlər olacaqsa, onları da izah edəcəm və düşünürəm ki, bu çox faydalı olacaq. Ona görə hər biri sizə uşaqlarla bağlı hansı ifadələr lazım olursa, onları yazın və gəlin birinci onlar haqqında danışaq. Ondan sonra artıq mən də özümün deyəcəm sizə hazırladığım ifadələri.